bir nəfər adamın siz hüququnu müdafiə edərək Azərbaycan xalqının hamısının hüquqlarını tapdalayırsınız. Və deyirsiniz ki, demokratik qüvvələr gələcək, edəcək. Bilirsiniz, hansı qüvvələr demokratikdir, hansı qüvvələr qeyri-demokratikdir. Bunu bir Allah bilir. Mən bir dəfə demişəm, bir də təkrar edirəm. Elə bir hakim, elə bir məhkəmə yoxdur ki, təyin eləsin ki, İbrahim İbrahimov demokratik qüvvələrdəndir, Heydər Əliyev qeyri-demokratik qüvvələrdəndir. Heydər Əliyev Azərbaycanda, Azərbaycan xalqının mənafinə xidmət eləndə və o xidmətin nəticələri də görünürdü. İndi siz gəlib olmuşsunuz demokratik qüvvələr, amma qalanları qeyri-demokratik qüvvələrdir. Xeyr, doğru demirsiniz, xalqı aldadırsınız. Məyər bu 7 milyon xalq bir dənə Əbülfəz Elçibəyin şıltaqlığına bağlı olmalıdır. Axı belə şey olmaz. Siz bunu anlayın. Hər halda çəkiyə qoyun, bir tərəziyə qoyun. Özünüzü də, Əbülfəz Elçibəyi də, Heydər Əliyevi də. Görün o tərəzi necə özünü göstərir.